Natəmiz antisanitarik bir vəziyyət. Oh, kəndin içində, buna baxın. Devlət tərəfindən pandemiya dönəmində kəndin içinə verilən ictimai işlər 2-3 ay getdi. Ondan sonra bütün işlər əsassız yerə dayandırıldı. Müvafiq qərara görə, sərəncama görə mövcud pandemiya dönəmində dönəmi qutarana qədər ictimai işlər davam etməlidir. Bundan başqa da deməli, Ağdam rayon məşğulluq xidmətində orada işləyən işçilərin sayı çoxdur, lakin realda işə çıxanların sayı çox azdır. Xahiş edirəm bu istiqamətdə operativ kompleks sərbəst araşdırmaların aparılması hüquq mühafizə orqanları tərəfindən ictimai nəzarət hüquqlarından istifadə edirəm. Devlətimiz üçün, millətimiz üçün xeyirli olsun. Allah devlətimizə dəyməsin. Allah devlətimizin bayrağını uca eləsin. Belə məmurlara da ölüm olsun ki, qulluq mövqeyindən öz imtiyazı üçün istifadə edir. Diqqətinizə görə minnətdarım.